sual verirəm buradan. Mənim şəklimi qoyan. Ağa yey mollalara. Molla deyiləm, ağam da yoxdur. Özüm özümün ağasıyam. Necə deyirlər, özüm özümə xozeyinəm həyatımda. Amma dində müəllimim var. Dində bu dini mənə başa salan peyğəmbərim var. Onun da adı Muhammeddir sallallahu aleyhi və səlləm. Ona görə də Səidə Bəkir qızı, bir müsəlman kimi sənin bu ittihamlarına, hansı ki Quranla heç bir dəlili, isbatı, subutu yoxdur, yalnız sənin əqlinin, təfəkkürünün məhsuludur, cavabı vermək istəyirəm. Bütün qadınlar örtülməlidir deyirsin. Tamam deyirəm, bütün qadınlar örtülməlidir. Cənnətdə qadınlar niyə yarı lüt, yarı çılpaq şərab gətirib paylayacaq gitsin? Orada icazə verilir lüt gəzməyə, burada da gəzəkdə lüt, onsuz da biz doğulandan lüt doğulmuşuq da. Əncir yarpağı ora, bura, sonra nə bilim, qoyun dərisi, mal dərisi. Başa düşmədim. Dini başa düşmək üçün dini yaşamaq lazımdır. O kəs ki dini yaşamır, onu çətin ki başa düşər. İkinci bir məsələ. Cənnət əhlinin lüt gəzməsi ilə bağlı bu sərsəm, absurd və dəxilsiz iddialar təbii ki cəfəngiyatdır. Allahın kitabına, Allahın ayəsinə atılan bir böhtandır bu qadın tərəfindən. Çünki Əl-Həcc surəsi 23-cü ayəsində Allah təbarək və təala deyir ki, onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək və libasları da ipəkdən olacaq. Həmçinin 35-ci surənin 33-cü ayəsində də deyir ki, onların libasları ipəkdən olacaqdır. Həmçinin 76-cı surənin 12-ci ayəsində də Allah təbarək və təala deyir ki, və onlara səbr etdiklərinə görə cənnət əhlindən söhbət gedir. Cənnət bəxş edər və orada gələcəkləri də ipəklə mükafatlandırarıq. Bu sənin birinci yalan və İslam'a attığın böhtanın bu birinci cavabı. Özü də Quranla, Allah kəlamı ilə, Allah ayəsi ilə. Nə bilim 13-12 yaşında qızlar, əllərində piyalələr gəlib sizə şərab verəcəklər. Real dünyada qadağanı o cənnət halal mı eləyir? Allah təbarək və təala bu dünyadakı şərabı xamır, əqli beyindən alan, başdan alan, beyni dumanlandıran, pərdələyən kimi göstərir və bu həqiqətən də belədir. Eyni zamanda bu şərab həm də nəfsani istəkləri tətikləyir, cinayətə sövq eləyir, asiliyə sövq eləyir insanları. Bu dünyadakı şərabla, xəmirlə o dünyadakı şərab tamamilə fərqlidir. Çünki o dünyada artıq o şərabın içərisində nə əqli dumanlandıran olacaq, nə də ki insanın əqlini başından alan olacaq. Çünki bununla bağlı Allah təbarək və təala ayəsində də qeyd eləyir. 52-ci surə 23-cü ayəsində deyir ki, onlar orada bir-birinə şərab dolu badə uzadacaqlar və bu şərab onları nə boş boğazlığa, sizin danışdığınız kimi, nə də günaha təhrik etməz. 37-ci surənin 47-ci ayəsində isə Allah bu ayədə deyir ki, o şərab nə baş ağrısı verər, nə də ondan məst olarlar. Bax, bu da sənin gətirdiyin növbəti öz əqlinə görə verdiyin dəlilin və yaxud da ki, gəldiyin qənaətin Qurandan cavabı. Çünki o dünyadakı şərab insanları məst etməyəcək. Bu tamam başqa bir keyfiyyətə məxsus bir içki olacaqdır. Orada icazə verilir lüt gəzməyə, burada da gəzəkdə lüt, onsuz da biz doğulandan lüt doğulmuşuq da. Əncir yarpağı ora, bura, sonra nə bilim, qoyun dərisi, mal dərisi. Bəziləri nəinki anadan lüt doğulandan sonra geyinir, bəziləri ümumiyyətlə yenə də geyinmir. Demək olar ki, əyinlərində əynidir və yaxud da elə bir geyim geyiniblər ki, onların ha lüt olması ilə, ha geyimli olmasının arasında heç bir fərq yoxdur. Narahat olmuyor. Yəni belələri də var. Başa düşmədim, cənnətdə sən lüks yaşayasın, burada da mən sənə görə hicab mı bağlayacağım? Mən hicabın əleyhinə deyiləm, məntiqli sual verirəm. O qadın ki, hicabı həyat yoldaşına görə bağlayır, bilsin ki, Allaha itaət etmədi. O qadın ki, hicabı dəbə görə bağlayır, bilsin ki, Allaha itaət etmədi. O qadın ki, hicabı məni qınayarlar deyə bağlayır, bilsin ki, Allaha itaət etmədi. Amma o qadın ki, hicabı Allahın əmri olduğu üçün eşitdik və itaət etdik deyib bağlayırsa, bilsin ki, bu kateqoriyadan yalnız həmən qadın Allahın əmrini yerinə yetirmiş oldu və Allaha tabi olmuş oldu. Mən hicabın əleyhinə deyiləm, məntiqli sual verirəm. Yalan danışmayın. Əlbəttə hicabın əleyhinəsiz. Çünki hər düşən əlinizdə fürsətdə hicabı qamçılamaqla məşğulsuz. Və baxın görün ki, Allahın bu dəyəri, bu iffəti hər adama nəsib olurmu hicaba keçmək? Əlbəttə ki, hər adama nəsib olmur. Var insanlar ki, istiramı eləyə bilmir və bunu həyatında tətbiq etmək üçün Allaha sözsüz, şəksiz, tam tabi olmalısan.
iradəni ona tabe etməlisən. Onun bu əmrinə tabe etməlisən ki, Allah da sənə bu izni versin. Sinəsi təzə cücərmiş. Nə bilim 13-12 yaşında qızlar, əllərində piyalələr gəlib sizə şərab verəcəklər. Sinəsi dolu qadınlardan söhbət gedir burada və burada yaş məsələsi qeyd olunmayıb. Ümumiyyətlə insanın kamillik yaşı var. Gələn hədislərə görə insanın kamillik yaşı ilə ona bəxş olunan cənnətdə hurilər və yaxud da ki öz qadını eyni həmyaşıd olacaqlar. Bunu Allahın ayəsində Allah təbarək və təala özü deyir, həmyaşıdlar. Burada siz dediyiniz yaş məsələsi yoxdur. Digər bir məsələ, Allah təbarək və təala o kəsdir ki, nəyisə nümunə gətirməkdən utanmaz. O mənada ki, Allah biz qullara, naqis qullarına o gözəlliyi hansı ki özü yaradıbdır, onun ən yaxşısını cənnət əhlinə bəxş eləmək üçün bu cür vəsf verir. Həmən o qızlara, həmən o qadınlara. Siz nə istəyirsiniz? Təbii ki, əgər burada vəsfdən söhbət gedirsə, onun tərənnümündən söhbət gedirsə və cənnət mükafatından söhbət gedirsə, sizin belə danışmağınızın təbii ki, burada yeri yoxdur. Və digər bir məsələ də ondan ibarətdir ki, orada sizin düşüncənizə görə bu dünyada olduğu kimi kim kiminlə istədiyi əlaqə qurmayacaq, zina olmayacaq. Orada yalnız öz ərlərinə, yalnız öz zövclərinə gözləri dikilmiş bu qadınlar olacaq. İstər dünya həyatından əgər layiqdirsə, istər Allahın bəxş etdiklərindən. Yalnız öz zövclərinə, yəni siz bu dünyadakı o fihuşla Allahın o pak dərgahındakı münasibətləri bir tutmayın. Bunlar tamam ayrı-ayrı məsələlərdir. Real dünyada qadağanı o cənnət halal mı eləyir? Bu, İslam dinini aşağılamaq deyil, sadəcə məntiqli bir sual verir. İslamın özü budur. Bəli, Allah bu dünyada halalı və haramı təyin etdi ki, görsün ki, qullarından hansı o haramı halalı eləyəcək, hansı etməyəcək və mükafat da olaraq Allah ondan da artığını hansını ki bu dünyada ona verməyəmişdi və yaxud da ki qadağan etmişdi, ondan keyfiyyətcə, kəmiyyətcə daha qat-qat üstünlü və onun üçün daha faydalısını bəxş eləyəcək, verəcək və buna müsəlmanların heç bir şübhəsi yoxdur. Əsl İslam da budur. Fəqət ey Səidə Bəkir qızı, sənin və sənin kimlərin bu İslamdan xəbəri yoxdur və xəbər tutmaq da istəmirsiniz və hər çıxışınızda da istəyirsiniz ki, İslama qara yaxasınız. Siz ateistlər və digərləri eyni cəbhədən, Elşad Miri eyni cəbhədən çıxış edirsiniz, eyni ayələri gətirirsiniz İslam əleyhinə və deyirsiniz ki, bu İslam deyil. Bu İslam sizin başa düşdüyünüz İslam deyil. Çünki siz bu İslamı belə başa düşürsünüz, belə görürsünüz, öz beyninizlə, öz əqlinizlə. Əslində isə İslam pakdır. İslamda pis fikirlərə yer yoxdur. Amma sizin içiniz o qədər qurtdur, o qədər xəbis, o qədər İslama qarşı nifrətlə doludur ki, siz bunu belə başa düşürsünüz. Mən Allahımı da tanıyıram, mən Peyğəmbərimi də bilirəm, mən dinimi də bilirəm, sizin bilmədiklərinizi bilirəm mən. Yalan deyirsən, yalan deyirsən, yalan deyirsən. Nə Allahını tanıyırsan haqqı ilə, nə də Peyğəmbərini tanıyırsan. Əgər tanısaydın, sən bu kimi ittihamları İslam adına deməzdin, dinin gəlməzdi bunlar deməyə, Allahdan qorxardın. Sizi hansısa bir şəkildə kör etməyi bacarıblar. Amma ixtiyarınız yoxdur mənə təhqir eləməyə. Buraxın artıq Səidəni. Bizim bilmədiklərimizi bilən yalnız Allahdır. Qeybi bilən də yalnız Allahdır. O qədər danışırsan ki, mənasız. Danışdığın hər söz, hər ifadə sənin əleyhinə çevrilir. Əgər dini bilsəydin, dini yaşayardın. Madam ki, bir dini ki yaşamırsan, o din haqqında sənin danışmağa mənəvi haqqın yoxdur Səidə Bəkir qızı. Keçən dəfə mənə dəvət elədim, bax da YouTube kanalı ki, gəl burada debat eləyək və mən imtina elədim. Niyə görə imtina elədim? Ona görə ki, texnoloji imkanlar sənin tərəfindədir və sən bu kanalda istənilən vaxt mənim sözümü kəsə bilərsən, nəyisə montaj eləyə bilərsən, nəyisə orada texniki imkanlardan istifadə edib mənim sözümü yarıda kəsib kontekstdən çıxarıb özünü qalib kimi elan eləyərsən. Mən isə bunun belə olmasını istəmirəm. Əvəzində mən sənə təklif elədim ki, sən öz kanalından, TikTok kanalından, mən də öz kanalımdan, TikTokdan vaxtı da dedim sənə, təyin də etdik. Canlıya çıxaq, qoy xalq da görsün kim yalan danışır, kim İslam adına böhtan danışır, kimsə İslamda olan həqiqətləri söyləyir. Buyur, əgər bu şərti qəbul edirsənsə, mən hazır. Və mənə yazmısan ki, mənim barəmdə video çox çəkəcəksən, yorulacaqsan. Çünki İslam haqqında demisən ki, mən çox video çəkib danışacağam. Yox, mən yorulmayacağam. Çünki İslamı müdafiə etmək, Allahın ayələrini müdafiə etmək, Peyğəmbərin əhl-i beytini, Peyğəmbərin sunnasını müdafiə eləmək hər bir müsəlmanın ən vacib və ən müqəddəs borcudur. Ona görə də Səidə Bəkir qızı, nə qədər video çəkəcəksənsə, bir o qədər də cavabın gələcək.
Nə qədər ki, sağam.